Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin inşası tamamlanmaq üzrədir. Bölgə TV xəbər verir ki, AzTV dəhlizdə son tamamlanma işləri ilə bağlı görüntülər yayımlayıb. Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz, Cəbrayıl, Zəngilan, Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla regionda yeni iqtisadi nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir. Bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır. Horadiz, Cəbrayıl, Zəngilan, Ağbənd avtomobil yolu Hacıqabul, Horadiz, Ağbənd, Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq. Dəhlizdən son görüntüləri təqdim edirik. Tranzit vaxtını 12-15 gün azalda bilər. Bütün məlumatlar Korpusun Zəngəzur dəhlizi ilə bağlı yazdığı yazıda qeyd olunur. Qeyd etmək istəyirəm ki, Azərbaycan İqtisadi İslahatlar Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan üçün dəhlizin ümumi ixracı 700 milyon dollardan çox olacağını bildirir. Qeyri-neft ümumdaxili məhsulunu isə hər il 2% artıracağını proqnozlaşdırır. Həmçinin Çin nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi hesabına 2030-cu ilə qədər kəmər və yol təşəbbüsünün effektivliyini 20-30 milyard dollar artırmağı gözləyir ki, Zəngəzur dəhlizi layihəsi də bunun bir parçasına çevriləcək. Ümumilikdə həm böyük güclərindən beynəlxalq medianın diqqətində olan Zəngəzur dəhlizi layihəsinin Azərbaycan hissəsinin tikintisi son mərhələdədir deyə bilərik. Çünki əvvəldə də qeyd etdiyim kimi Ağbənd stansiyası məhz sonuncu stansiyasıdır. Zəngəzur dəhlizinin Azərbaycan ərazisində Horadiz Ağbənd dəmir yolu xəttinin sonuncu stansiyasıdır və Ağbənddən sonra artıq Zəngəzur hissəsi başlayır. 43 kilometrlik hissədən keçdikdən sonra həm insanlar, həm də daşınan beynəlxalq yüklər Naxçıvana, oradansa Türkiyəyə çata biləcək.